Deməli qızlar, yadınızda saxlayırsınız ki, məsələn, bizə desə ki, biri var xaricdən müttəfiqlər tərəfindən parçalanma, biri də var daxildən parçalanma. Baxın, xanlıqlarda əgər müqayisə etsək, Şamaxı xanlığını Qaradağ və Gəncə xanlığından fərqləndirən nə idi? Şamaxı xanlığı iki hakimiyyətlik mövcud. Amma daxildən iki hakimiyyətlik mövcud idi. Aydındır mı? Gəncə xanlığında xaricdən iki hakimiyyətlik. Bəli, Gəncə xanlığıdır, Qaradağ xanlığıdır. Bunlarda olan hakimiyyətlik xaricdən olan iki hakimiyyətlikdir. Amma Şamaxıda olan iki hakimiyyətlik daxildən. Məsələn, Gəncə kimlər arasında bölüşdürülmüşdü həmin? İbrahim Xəlil xan arasında, elə deyilmi? Ay sağ ol. Sonra Qaradağ xanlığı kimlər arasında? Qaradağ xanlığı artıq onsuz süquta uğramışdı. Kimlər arasında? Xoyla Qarabağ. Amma sırf Gəncə və Şamaxını müqayisə etsək, Gəncə xanlığı xaricdən iki hakimiyyətli idi, Şamaxı xanlığı isə daxildən iki hakimiyyətli idi. Aydındır mı? Yəni bu